Salam aleyküm, əziz və hörmətli dostlar, xoş gördük, necəsiz? Dünənləri eləyə bilmədik, kitab oxuyaq, çünki cənab Dökür Bəlahəni və cənab Salar Əbdi haqqında danışdım. Özümə görə çox danışmışam, zahirən ta onlara görə. Və bu günləri də yenə istəyirəm kitab oxuyam, amma bir mühüm xəbər var. O da bu Jalə xanım Samiti adlı bir fars, Əsr-i Cədid adlı bir oxumaq bərnaməsində bir insanı təhqir edir. Və orada dəqiqən bir faşist görsənir. Biz bu faşistin haqqında, faşistlərin haqqında Günaz TV-də çoxlu proqramlar düzəltmişik. Mən özüm heç olmasa 3-4 dana farsi bərnamə düzəltmişəm Günaz TV-də. İdarədə faşizmin ayaq putinlərinin səsi, nə bilim, faşizm gəlibdir, faşizm filan yerdə, faşist bu, faşizm, faşizm. Mütəəssifanə bu xanım Samiti dəqiqən İranda faşizmin bugünkü ələni səsidir. Xanım Samiti öz başına o sözləri demir. Xanım Samitinin dalısında, arxasında dayandığı sistem faşistidir. Xanım Samiti əgər vəzir-i amuzş pərvərişə, Həddad-ı Adilə, Xameneyi bu cür bir sistemin başında olanlara dayanmasa, bunu deyə bilməz. Əgər televizyon faşisti olmasa, bunu deyə bilməz. Necəsə sən bir nəfərə deyirsən, sənin ləhcən var, gərək ləhcəvi tərcih edəsən. Sən orada oturmamısan ki, insanların ləhcəsin. Sən oturmuşsan, görəsən, bu adam musiqini, düz musiqi oxur ya yox. Səsi gözəldir yox, sənin həqqin yoxdur, bunun ləhcəsini görə danışasan. Dünyanın heç yerində deməzlər ki, məsələn, bu İngilislidir, bu Rusdur, bu Fransadır. Görürsünüz, məsələn, Türkiyədə də bu müsabiqələr vardı, oxumaq müsabiqəsi. Görürsünüz, biri Təbrizdən gedib, biri Azərbaycandan gedib, biri Türkçəmən Səhradan gedib, biri Ərəbdir gedib, biri Ciləkdir gedib, biri Farsdır gedib, biri hərə öz ləhcəsini orada heç demirlər, sən bunu başarmadın oxuyasan, ya niyə bu dildə oxudun? Adam Ukraynadan durub gəlib Türkiyədə oxur, millət yayır. Adam Rusdan durub gəlib, Almandan durub gəlib, Japondan durub gəlibdir, oxur və Türkçədə oxumur. İnsanlar demirlər, sən niyə bizim məmləkətdə gəlmirsən, gərək ləhcəvi tərcih edəsən, dili tərcih edəsən, gərəsən mən dediyim ləhcədə, mən dediyim dildə danışasan. Bu faşizmi, bunlara mən deyirəm brainwash. Brainwash yəni insanlar üçün bu cürdülər. İnsanlar için örgəşdiklərin bülbül kimi biraz da ifratla deyirlər. Meydan olsa bunlar qətliam elərlər. Bunlar əgər bu gün hüquqi bəşərdən danışırlar, çünki vaqəən eləyə bilmirlər. Amma imkanları olsa qətliam elərlər. Yəni bu xanım Sabitinin əgər imkanı olsa, bu özü Süleymanidən dalı qalan deyil. O qızdan dalı qalan deyil ki, televizyonda deyirdi, hər kəs söymür dursun, çıxsın geçsin. Yəni, bu xanım Samiti faşizmin bu günləri göründüğü üzüdür. Amma bunun arxasında Xameneyin başlığında olduğu bir sistem var. Amuzş pərvəriş sistemi var. Radyo, televizyon sistemi var. Mən geçən günlərdə də dedim, dostlar, əgər siz diqqət buyursaz, görərsiniz ki, məclisdə geçən 40 ildə qanuni əsl 15-i icra eləmirlər. Qanun əsasının əsl 15-ini icra eləmirlər. Hətta Ələminin bugün bir yazısını gördüm, deyir, 2 dəfə bunu biz apardıq məclisə, bir dəfə 80 nəfər rəy verdi ki, icra olsun, qalanı icrasa vermədi, qalanı rəyi müxalif verdi, bir dəfə də 40 nəfər rəy verdi ki, icra olsun, sonra qalanı müvafiq olmadılar icra olsun. Bu 200 necə, 300-ə yaxın nümayəndə ya 300 nümayədən 40'ı deyir ki, biz dilimizi icra eləyək, 260'ı deyir ki, yox, icra eləməyin, yəni 260 nəfər faşist var məclisdə. Yəni siz burada deyə bilməzsiniz, İranda məclisi milli, şurayı İslamidir. Belə bir şey ola bilməz.
Dəqiqən İranda dövlət, məclis hamısı faşistin məclisidir. Xamenei deyir ki, coşay qovmiyyəti zamanı şah var idi, bu zaman yoxdur. Yalancının olan, sən yalan demirsən, qoy məclis qanun təsvib eləsin. Necə ki, xanım Samiti bu günləri bu bərnamədə bu sözü deyib bu adama və hələ bu məmləkətdə dolanır. Və mən təəccüb edirəm, bu məmləkətdə necə o oğlanın cəsarəti yoxdur deyə ki, sən kimsən ki, mənə deyirsən ləhcəm var, yox. Sən fəqət burada qulaq asılacaqsan, görəsən ki, mən oxumağı başarıram, səsim gözəldir ya yox, icram düzdür ya yox. Sənin həqqin yoxdur mənim ləhcəmə görə danışasan. Mən ola bilər ki, ləhcə ilə, qəliz bir ləhcə ilə farsça bir oxumaq oxuyam. Sən fəqət baxacaqsan, görürsən, bu oxumaq düzdür, sən ləhcəsini tuta bilməsən. Amma bu faşistdir. Faşist deyir ki, mənim bir ölçüm var. Hər kəsin başı bundan uzun olsa kəsəcəyəm, hər kəs də bundan tıqqıl olsa çəkəcəyəm, bu iki akt eləyəm. İndi ki, sən türkünü, farsını başarmırsan, səni mən farsı örc edəcəyəm ki, mən dediyim boya gələsən. Əgər sən türkünü başarırsan, başımı vuracağım, çünki orada ucasan. Faşizmin dediği budur. Və bu brainwash'dır dostlar. Bu fəqət xanım Samiti deyil. Bu fəqət vəzir amuzluq pərveriş özü deyil. Bu xanım muavini vəzir amuzluq pərveriş deyil. Bu 200 tane nümayəndə məclis ki, müxalif ana dilidirlər deyil. Bu dövlət ki, yox, bu bir dana sistemdir dostlar. Bir dana faşisti sistemdir. Hər kəs bu sistemin içinə girədiyə mən türkəm ixrac olmalıdır. Hər kəs desə ki, mən Döktür Bəlahənin dünən misal bildik. O zamandan ki, dedi, mən türkəm, Azərbaycancıyam, filanam, bəhmanam, adını qoydular pan-türk və həzf elədilər. Faşist buna deyirlər. Çox da ola bilər, bu hüququ bəşərdən, cəmiyyət düzəllərə hüququ bəşərə görə danışarlar. Amma o zaman ki, ana dilin sənə qədəğan eləyir, ya indi ki, bu xanım danışıbdır, ya vəziri amuzluq pərveriş bəyaniyə verir, hər kəsin iki ləhcəsi var, bunları gərək istihdam eləməyəsiniz. Əgər burada sakit qalan bir farsı varsa, yəni gərək ittifaqən mən deyirəm, əgər 85 milyon nəfər İranda, ya 87 milyon, hər neçə milyonu İranda var, əgər etiraz eləməsə, eləməyən adam xüsusən farslar. Ərəblər, Kürdlər, Türklər, Bəluslar, Türkmələr, Qəşqaylar, Rollar, Ciləşlər, Mazənilərdən söz getmir. Çünki bunlar zaten müxalifdirlər bu sisteminə. Zaten bu sistemə etirazı altındadılar. Zaten həsb olmaq üzərədirlər. Zaten bunlar... Amma o zaman ki, farslar etiraz eləmirlər, təkdə ki, ruznamə nigarlar, fars ruznamə nigarı, təkdə ki, kitap yazarlar, təkdə ki, mühəqqiqlər, təkdə ki, müəllimlər, təkdə ki, ustad danışqahlar, təkdə ki, hüquqdanlar, təkdə ki, ranəndələr, təkdə ki, mekaniklər, təkdə hər kəs, hizbilərdə işləyənlər, çalışanlar, dövlətdə, məclisdə əgər etiraz eləməsə, hər kəs etiraz eləməsə, yəni ki, faşistdir. Yəni, əgər faşist deyirsən, faşistə etiraz eləyəcəksən. Sən olmaz ki, faşist olmayasan, amma deyəsən ki, mən faşisti söz deyibdi və etiraz eləmir. İran milləti hamısı brainwash oldular. Brainwash oldular. Dostlar, brainwash'ı mən bu günləri 2 dana nümunəsini yazdım, qoydum, paylaşdım dostlara. Yenə də bunlardan çalışacağım ki, bundan bu yüzden nümunələr qoyum. Çünki insanlara brainwash deyəndə o adam deyir ki, mən xodəm Torkəm, bir dana coş deyir, ya ولی ما آذری هستیم، ترک نیستیم، یا من خودم آذریم ولی یا bir coş deyir, ya bir tohin elir, ya bir falan elir. Bu brainwash olubdur. Bunun içində rəvani təzyiq təhlildə bunun içində bir qorxu var. O da budur ki, mən əgər belə görsənməsəm, məni silərlər. Buna görə ki, mən eləyə biləm, yaşayam, ya bir imtiyazlar ki, əlimdə vardı, ya imtiyazlar ki, istirəm. Hala indi imtiyaz, hər cür imtiyaz ola bilər. Biri, məsələn, müəllimdir, istir elə müəllimliyində qala, ya istəyiblər, biləsən, bir tobix veriblər, istir onu yuva. Tez bir türklərə bir şey deyim, sabit edeyim ki, mən İransıyam. Ya tez deyim, filan kəs təciziyə tələfdir, bir dən oradan deyim, gəlin buradan dövlət görsün ki, mən... Bunlar bir qorxu qabağındadır.
Qorxu. O adam ki deyir mən xodəm Azəriyəm, mən xodəm Türkəm, Azəri filan bəhman, bunlar hamısı brainwash olmuş insanlardır. Ələn bir xanım mənim elə bu postumun altında bir şey yazmışdı, onunla yazılaşırdıq. Adam dəqiqən elə bir ki, bir dənə zəbti soğutdu, bunu doldurublar, qoyub. Əsən fikirləşmir ki, tamam. Məsələn, nə olubdur, niyə, nə cür? Yox elə, orada mənə kitabda belə deyiblər, mən də bu kitab mənə şeydir. Mən demişəm, bizim bəzi dostlarımız var ki, kitabxanadır beyni. Amma nəqd eləyə bilmir, fəqət kitabxanadır. İçinə nə mənə doldursan doldur. Aşğalxana kimi. Ərz edeyim ki, məsələn, mən bu günləri yazdım ki, yenə gedim burada, bunu açsın. Mən bu gün yazdım ki, Mərzşuyinin biri budur ki, özün xodizəni deyirlər farsça. Adam özün vurur. Məzərət istir, filan istir. O halda ki, özü günahkar deyil. İndi bu siyasi də deyirlər, xodizəniyə siyasi, xodizəni iqtisadi nədir? Azərbaycandan tamam büdcəni ilbaşı amuzluq pərvəriş bu göndərirlər Tehrana, qeytərirlər. Amma Azərbaycanda mədrəsələr yıxılır. Dövlət gəlir Azərbaycanlılara yalvarır ki, pulunuzu gətirin, qoyun mədrəsə düzəldir. Yoxsa mədrəsənin pulunu sən niyə qeytərirsən Tehrana? Buna deyirlər xodizəni, idari. Qanun əsasında əsl 15 var, nümayəndə məclisə gəlirlər, bunu qanuna çevirmirlər. Buna deyirlər ki, ya bir dənə qanun düzəldiblər, əsl 15-ə görə bir qanun əxirən dedilər, təsvib oldu, nə oldu? Baxırsan, görürsən, yazıb ki, zəbanı farisi, zəban filan olacaq, bəhman olacaq. Bu xodizəniyə siyasidir. Qanunidir hətta. Yəni, bir dənə qanun yazır özünün əleyhinə. Çünki istəyir bir şey ispat eləsin, mən səndənəm, məni öldürmə. Mənə əman ver. Mən bunu dedim geçəncə, biz qurbani qətliamıq. 4 dəfə geçən yüzildə qətliama getmişik. Qətliamın mənası dostlar bu deyil ki, tamam milləti qoyarlar səfə öldürərlər. Yox, qətliamda bir iş görərlər ki, o millət cəsarətin əldən verər, qorxuya düşər, təslim olur. Qorxuda yaşar. Biz 100 ildir qorxuda yaşayırıq. Buna deyirlər qətliam. Qətliam bu deyil ki, hamını öldürərlər. Qətliam budur ki, bir iddəni öldürərlər, qalanın gözünü qorxudarlar. Tutuldu qətliam, yəni bu. Qətliam, yəni o rəvani, psikolojik effekti ki, bizim beynimizdə qoyur, rəftarımızda, əməllimizdə, davranışımızda, düşüncəmizdə, yazmamızda, durmamızda, pozmamızda qoyur. Buna deyirlər brainwash. Yəni, xodizəni, yəni müqəssir danistəni, مقایسه دانستن و مجازات کردن خود یا ملت خود به جای مقصر اصلی. Xod zənidir. Yəni brainwash olmuşuq, özümüzü vururuq. Biz bilirik ki, Türk dilinin oxumama səbəbi, yazmama səbəbi farslardır. Amma gəlirik ki, günah özümüzdədir. Bizim nə günah özümüzdədir? O zaman ki, bu ağzıva gəldi, yəni sən brainwash olmuşsan. Bizim dövlətimiz yoxdur, sistemimiz yoxdur, büdcəmiz gedir Tehrana, hər şeyimiz gedir Tehrana. İxtiyarımız əlimizdə deyil. Nümayəndələrimiz faşistdirlər, idarələrimiz faşistdir, şəhərdarımız faşistdir, amcıq pərvərişimiz faşistdir. Təbrizdə yaşır, amma Təbrizdə faşist hökuməti var. Biz bir dənə faşisti sistemin qorxusu altında yaşırıq. Hər kəs evində istir danışsın, səhər görürsün, bir dənə tekst gəldi, bir dənə mesaj gəldi ki, filan oldu, bəhman oldu. Buna deyirlər faşist sistem, buna deyirlər qətliam ruhu. O zaman ki, bir nəfər deyir ki, mən özüm Azəriyəm, ya mən özüm Türkəm, amma bir coç deyir, bir filan elə, bu brainwash olmuş bir insandır. Bunun insaniyyətdə həqqi çox azdır. Amma o adamlar ki, deyir, mən Türkəm, ya Azəriyəm, amma Azərbaycan Cumhuriyyətin Türk qəbul eləmir, ya rəsmiyyəti tanımır. Cumhuriyyə Bakı, Cumhuriyyə filan deyir. Aran filan. Bunlar hamısı brainwash olmuş insanlar. O adamlar ki, türklərlə, türk insanı ilə, türk sözü ilə müxalifət edir. Bu brainwashdır. O adam ki, türkləri millət bilmir, deyir qovmi türk. Ya türk qovmi, Azər qovmi, Azəri, qovmi türk. Bunlar brainwash olmuş insanlardır. Brainwash bu. Biz bir şeylərlə bilməliyik, bir nəfər brainwash olub ya yox. Biri bir tarixi bir kitab oxuyur, o nəsə nəqd eləmir. Deyir, kəsin ki, bu düz deyir, qələt deyir. Əslində əqlə batır belə bir şey ya yox.
Səfəvilər gəldilər Təbrizdə 40 min nəfər qətliam elədilər. Təbrizdə o zaman 40 min nəfər nə qeyrirdi ki, qətliam eləyir. Minarə düzəltdilər, kəllə minarə düzəltdilər. Kəllə minarəni bilirik, deyək ki, heç olmasa boyu 10 metrdir. İstəyəsə bir dənə kəllədən, başlardan minarə düzəltdir, 1 milyon baş istər. Gedə ora çata. 100 min baş istər. Çünki hər kəllənin bilirik adam başı normal 3 kilo, 4 kilo bunun şeyidir, kəlliğidir. Bir topdan biraz o üzbüzdür da, bir top candır, biraz yekə çıxdılı. Siz görün istəyirsiniz ki, toplardan nə qədər gərək yığasınız, gedə bir dənə kəllə minarə olur. İndi əgər istəyirlər bir belə adam bir şəhərdə öldürələr, 3000 nəfər. Ya Kirmanda göz çıxadıblar. Kirmanda qərar olub 1000 nəfərin gözünü çıxadılar. Diqqət buyurun, fəqət buna diqqət buyurun. 1000 nəfərin gözünü çıxadılar, xeyr 100 nəfərin. O zaman dava dərman haradaydı bunların gözlərin əməl eləyərək. Dərman eləyərək. Bunların hamısının gözü ufunət elərdi və hamısı ölərdi. Və bu şəhərə mərizçilik yayılardı. Şəhərdə diri adam qalmazdı. Vəba yayılardı, falan yayılardı. Çünki axı dava dərman olmasa dərman eləyəsə burada 1000 dana mərizçilik çıxar işləyir. Siz baxın, bu korona gəldi, dava dərmanı yox idi, görün, nə dünyada nə çıxdı. Qala ki, məsələn, bir dana şəhərdə gedəsiniz, siz 10 min nəfəri ya 40 min nəfəri kör eləyəsiniz, tamam, bu şəhərdə necə işlədilər, necə diri qaldılar, nə işləri işlədilər. Xanımlar ki, işləməzdi o məqtələrdə fəqət əkinçilikdən sonra, ya bəzi əl işlərindən sonra. Bu bazarda dəmirçiliği, nəhcarçılığı, bəlnaçılığı kimlər elədilər? Kimlər bu şəhəri saxladılar? Kimlər bu şəhəri qorudular? Kimlər bu şəhərin yemağın, içmağın gətirdilər, verdilər? Adamı bir Allah əqil veribdir. Adam bir əqilinə baxar, deyər ki, əsən mənim zehnimə gələ, bu əsən zehnə girişir ya yox. Niyə gözü çıxartdılar, öldürmədilər? Bunu mənə deyil. Yəni, bunun gözü çıxartmaq çətin idi, yoxsa bunu öldürmək çətin idi? Hangi teknoloji ilə bu gözü çıxadırdılar? Yəni, bugünkü teknoloji yox idi ki, piç ağısı olacaq, oradan çıxadacaq. Yoxsa bu adam diri qalar. Bu qan tökülür, 10 dəqiqədən sonra qutaracaqdır. Axı, insanlara belə bir tarix düzəldiblər. Veriblər bizim əlimizə. Biz də oturmuşuq, bunları çalırıq. Hər halda, buradan geçək, İranda faşizm hakimdir. Bu xanım Samitidir, nədir? Jalə, bu da hətta türk olsa. Ya o, radyo Mənotov, BBC, Radyo Fərda, Sedai Amerika, Radyo Fransa, Radyo Alman, Radyo nə bilim Diruz, Emruz, Fərda, hər nə ki vardı. Hər yerdən ki gəlir, bunların hamısı faşistin səsidir. Bunların hamısı faşistin səsidir. Bunların hamısı brainwash olmuş insanlardılar. Bunlar tuti model gəlirlər, bir şeyləri təkrar elərlər, hüquq alsınlar. Kitabımıza qeydaq, çox oldu genə də. Kitabımızı oxuyaq, çünki bunlardan mühüm bizə kitab oxumaqdır, dostlar. Biz o günəcan ki, dəqiq və elmi kitabları oxumayaq. O günəcan ki, hər kitab ki oxuruq, onu nəqd eləməyək, sorğu sual altına aparmayaq. O günəcan biz heç nə zehnimiz tərəqqi eləməz. Brainwashdan qutaranmaq. Mən indi başlamışam. Bu günləri 21-ci cələsədir genə. Dünən olacağı da oxumadım. Onun üçün 21-ci cələsədir. Bu Honər Cəng adlı kitabı ki 2000 il ya 3000 il bundan qabaq deyirlər. Deyirlər, görürsünüz. Qəbul eləmirəm ki, bu hətmən o cürdür. 3000 il bundan qabaq Çində yazılıbdır. Bunu yazanın adı Son Tizo'dur və kitab da ingiliscəsi The Art of War'dır. Türkçəsi də Savaş Sənəti. Bunu farscaya tərcümə edildi. Döktür ərz edeyim xidmətinizə ki, Döktür Həsən Həbibi və ikinci çapı da 1364-də Tehranda çap olubdur. 3000 tirajı varmış. İçində çoxlu qələtləri var, çox əl aparıbdır, brainwash cəryanları var, ziddi cəngi rəvani cəryanları bu kitab doludur. Bunun ingiliscəsi 100 səhifədir, amma farscası 104 səhifədir.
Və cəlib budur ki, o yerdə ki, bu adam Həsən Həbibi bu kitabda nəzərlərin yazıbdır, deməyib ki, bu mənim nəzərimdir, yazarın nəzəri deyil. Bəlli deyil ki, yazarın nəzəri haradır, şeyin nəzəri. Çünki bunun ingiliscəsi 110 olsa, təbiətin bu da 110 ola, amma ya az ola hətta. Amma bu adam ya 2 səfər çox ola. Amma bu adam 2 bərabər eləyib onu, 2 qatda eləyib o kitabı, amma bəlli deyil ki, bunun harasını özü yazıb, harasını kitabçı yazıbdır. Və hər yerdə də ki, türkün ziddi nədir? Onun üçün tamam onları da dəyişdiribdir. Hər yerdə ki, biz kitabı oxuyanda diqqətlə oxuyub və sorğu-sual aparacaq. Hər halda 99-cu səhifədən başlayıram oxuyam 2-ci bəndindən. Əslində 20 burada yazıbdır. 20'nin yarılarına gəlmişik. Şangyo adlı bir savaş stratejisi deyir ki, Fərmandeh be mədəd iman bər karha musəllət mi şəvəd. Hər kəs istəyir Azərbaycana ya hər yerə bir iş görəcək, ona əvvəl iman ola. Ukraynada Zelenskinin Ukrayna və Ukrayn millətinə imanı olduğu üçün savaşdı. Və millətin də ona imanı olduğu üçün gəldilər, savaşa getdilər. Pəs gərək o adam ki, və bizim hamımız, hər tək-bətəkimiz Güney Azərbaycanda özümüzü bir rəis cümhur görməliyik, nümayəndə görməliyik, şəhrdar görməliyik, ustandar görməliyik, vəzir görməliyik, vəkil görməliyik, rəis cümhur görməliyik. Yəni biz özümüzü və bu məsuliyyətin sonucu olaraq milləti və vətəni qurtarmağa çalışmalıyıq. Onun üçün biz bir fərmandeh indi özümüzü fərz eləyək, bir dənə məsul fərz eləyək və onun üzərində gedək. Məsələn, heç olmasa özümüzü bir müəllim görək. Deyək ki, mən bir müəlliməm, neynəməliyəm? Bu millət üçün neynəməliyəm? Gedim, mən türkcəni yazıb oxumağını öyrədim. Hə, indi bunlara mən danışqa səthində öyrədim, yoxsa məmuli əvvəl ibtidai səthində, mən əvvəl ibtidai səthində öyrədəcəm. Çünki lazım deyil mən bu taza başlayan türkçü öyrəşməğa bunu qorxudam. Mən buna lisans dövrəsinin dərsini verməyəcəm. Bunlar dərsləri ki, bizim dostlarımız deyirlər, bunlar lisans, fوق lisans və hətta döşürə dövrəsinin dərsləridir. Biz gələcək aşağıdan başlayacaq. Binabərin, nəzm, aşuftگی, şücaət və buzdili sıfatı hastند ki, zir fərman iman qərardır. Əgər sizin imanınız olsa, sizin o imanınızın əmrinə baxar bunlar. Yəni, o sizin imanınızın güclülüğünə görə ki, siz şücaətlisiniz, qorxaqsınız. Sizin nəzmiz var, ya aşuftəsiz, dağınıqsınız. Siz silsilə məratibi müraat edirsiniz, ya eləmirsiniz. Yəni, məsələn, biri məndən 5 dil çox kitab oxuyubdur, 5 qələm çox yazıbdır. O danışanda mən qulaq asmalıyam ki, görüm nə deyir bu adam. Mən durub izhar-ı fəzl eləməməliyəm, mən örgəşməliyəm. به همین دلیل کسی که کارشناس ضربه زدن با دشمن است ابتدا روحیه دشمن را تضعیف می کند و سپس بر وی تیره می şevad. İndi bir nəfər ki deyir, düşmənə zərbə vurmaq, düşməni yıxmaq mütəxəssisidir, Cəngirəvanidən danışır əlbəttə. Deyir ki, bu neynər? Bunun işi, əvvəlin işi budur ki, düşmənə Cəngirəvanidə ruhiyyəsini təzif eləyə, zəiflədə, ondan sonra bunu yıxa, savaşda da yıxa. Siz bir nəfərə, bir dənə uşağa, ya bir böyük adama, xanımıza, ərizə desəz ki, sən ahmaqsan. Sən başarmırsan bir işi. Sən bacarığın yoxdur. 10 gün bu işi desəz, 11-ci gün bu adam ahmaq olar. İlla ki, sizin əleyhinizə şuur iş eləyir. Sizin etiraz eləyir. Sizinlə savaşar. Amma əgər o gün necə ki, savaşmır, yavaş-yavaş bu şey olar. Necə ki, bir nəfərə desəz ki, olan, sən niyə belə olmuşsan? Yox, çox da yaxçıyam. Yox, olan, sən biraz rəngin atıb. Yox, atmayıbdır. Mən görürəm atıb, mən səni gündə belə görmürdüm. Bunu 3 gün, 4 gün belə desə, bu adamı mərizlə dərsiniz. Bunu, Amerikada o zaman ki, edam var idi. Edamda adamları, burada, Avropada, Amerikada biraz insanlar təcrübə əhlidirlər. Deyir biz indi bu adamları edam eləyək. Görək ki, bu edamları edam eləyəndə, nə cür, məsələn, bunlar edam eləməsə ölərlər. Bir tanəsində nümunəsində adamların 4 nəfəri edam eləyəcəklər, gətirirlər, qoyurlar səndələ.
O adamı ki əvvəl edam eləyəcəklər, onun gözünü bağladılar, biləyin kəsdilər. Qanı getdi, öldü, onlar da üçü də baxır buna. Sonra o 3 nəfərin gözünü bağladılar. Bu kəsən yerə isti su tökdülər. Cəlib budur ki, bunların üçü də öldü, bu halda ki, buraları kəsilməmişdi. Çünki onlar görmüşlər, buradan bir şey axır və tərəf ölür. Bu qədər cəngirəvani mühümdür, dostlar. İndi biz Ukraynada bunun şahidi yox, Rusiyada bunun şahidi yox. Görürük ki, Ukrayna bununla belə ki, 10 qat, ya 8 qat, 9 qat Rusiyadan az adamı var və 10-15 qat, bəlkə 20 qat Rusiyadan zıqqılı bir məmləkətdir. Silahı 50 qat, 100 qat Türkiyə şeydən azdır, Rusiyadan az, amma qabağında durur. Niyə ki? Bunlara ruhiyyə verilir. فرمانده برای گمراه کردن دشمن زنجیروانیده برای گمراه کردن دشمن تا nəhayət پیش میراند. Buna görə ki, düşməni toğliyələr, toğlamaq, azdırmaq, çaşdırmaq türkçəsi. Çaşdırmaq, toğlamaq, azdırmaq. Buna görə ki, düşməni çaşdıralar hədəfdən. Nə edirlər? Oracan ki mümkündür, ta nəhayət, yəni oracan ki mümkündür. Nə edirlər? Qabağa gedirlər. Yəni cəngirəvanidə qabağa gedirlər. Ələn bu xanım Jaliye Samiti bir cəngirəvaninin, faşistlərin cəngirəvanisini şeydir. Buna görə ki, mənim ləhcəm vardır, ləhcəmdən utanım. Mən türk deməkdən utanım. Mən lor deməkdən, ərəb deməkdən utanım. Bir dana siz şumali tapanmazsınız, xanım şumali tapanmazsınız ki, cəsarətlə çıxıb ya ki, mən rəşdiyəm. Bilafasilə hamı ona görə bir şinaxtı var, cəngirəvanisi var. Rəşdlərin evindən 10 nəfər çıxar komoddan, əri də saymaz. Buna deyirlər cəngirəvani. Yəni bir nəfər siz tapanmazsınız ki, türk sözü gələ ağzına, amma ya gülməyələr, ya bir ahmaq yadlarına gəlməyə, ya torçəxər yadlarına gəlməyə. Buna deyirlər cəngirəvani. İnsanlar niyə deyirlər mən Azəriyəm? Çünki deyirlər onu deyəndə bu torçəxər gəlmirsə elə. Cəngirəvani budur. Biz bunun qabağında neyinik? Məsələn, bizim dostlarımızın bu günlər biri ilə də danışdım. Götürübdür, bir dana farsa qalmayan söyüşü yazıbdır. Mənim mətləbimin altında. Dedim, qardaş, sən necə narahatsan? Bataca, sən narahatsan? Bu adama deyirəm ki, o günü gözləyirəm ki, sizlə savaşam, sizi öldürəcəyəm. Haqqımı almaq üçün sizlə savaşacağım. Vətənimi qorumaq üçün sizlə savaşacağım. Millətimi öldürmək üçün sizlə savaşacağım və gəlsəz qabağıma sizi öldürəcəyəm. O günü gözləyirəm ki, siz gələsiz qabağıma və mən sizi öldürürəm. Savaş cəngirəvani budur. Sən ona deyirsən ki, mən savaşa hazırəm. Mən savaşa hazırəm, səni öldürəcəyəm, səni filan eləyəcəyəm. Adlarınızı bilirik, adreslərinizi bilirik, yerlərinizi bilirik, küçələrinizi bilirik, arvadınızı, uşağınızı, dədəzi, nənəzi, bacısı, qardaşınızı tanırıq. Sizin əmniyyətiniz yoxdur. Sizin əmniyyətiniz bizim əlimizdədir və biz sizin əmniyyətinizi təmin edəməyəcəyik. Cəngirəvani budur. Adamı qorxuya salırsan. İndi bu xanımı Jaliye Samitini bir dana cavan oğlan ya cavan qız dura gedə bunu yapışa bunu boğa. Bunu bir dünən Oscar'da ən prestijli yerdir. Dünyada feylən Oscar hünər sahələrində 2 dana böyük caizə var dünyada. Biri Nobeldir, biri də Oscar'dır. Bundan böyük caizə yoxdur dünyada. Çox mühümdür. Nobeldir, Oscar'dır. Bu 2 dana çox mühümdür. Oscar'da bir dana qərə oğlan, o birisi qərə oğlanın arvadı. Arvadı indi hər nə dilləndə olub, başını təhdən tiğ ilə vurubdu. Onun arvadının başının tüksüz olmağına güldü. Adam durdu, getdi səhnədə, buna bir silli vurdu, gəldi, oturdu. Buradan da dedi, hətta sonra getdi, caizəni aldı. Caizəni alandan sonra da dedi ki,
Sən mənim arvadıma gülənməsən. Sən mənə gülənməsən. Sən məni təhqir eləyənməzsən. Buna görə ki, sən burada caizə verəcəksən, 100 nəfəri burada güldürəsən, məni təhqir eləyənməsən. Deyənməsən ki, mən buna dost dedim, dost inanırdım, əlkim var idi, yoldaşım idi, bunu mən məsxərə eləyim, o birisilər görsün. Bu haqqı heç kəs sənə verməyib, mən də verməmişəm. Durdu, getdi orada salonda milyard, 8 milyard insan baxır Oscara. 8 milyardın gözünün qabağında şapalağı qoydu, şapalaq! Getdi, geri gəldi, otur yerinə, söyüş verdi, nə bir şey. Sən də dur, get. Xanım Samiti olmasın, hər kəs olur olsun, coş deyibdi, bir şey deyibdi, get onun qoy qulağına bir şapalaq, sonra da keçsin, danıvı yap. Kişi kimi? Niyə söyüş verirsən? Cəngirəbani budur. Bir nəfəri vuracaqsan, mən o ərəbləri çox sevdim. Bir nəfər İsfahanda idi, Şirazda idi, harda idi. Kəbiri oğlan belə çıxdı orada bir sertifet dedi. Yaman Yoğuz dedi ərəblərə. 2 dana ərəb getdilər, 3 gün, 4 gün güldülər, bu adamı tapdılar və leşin söldülər, yerə çıxdılar, getdilər. Leşin. Mən bu milləti iftixar elədim. Ərəblərə iftixar edirəm. İndi bir nəfərin cəsarəti vardı, farsların dursun ərəblərə desin ki, Əhvaz ərəbləri filandılar, rəhmandılar. Lorlara deyirlər, rəşdilərə deyirlər, türklərə deyirlər. Niyə? Çünki keçən 40 ildə heç kəs bizcən radyo, televizyona etiraz eləməyibdi. Amma heç kəs bizcən durub gedib radyo, televizyondakı adamları vurmayıbdı. Yəni biz heç kəsi vurmamışıq. Sadəcə oturmuşuq, öz şəhrimizdə etisab eləmişik. Nə olsun, etisab eləmişik. Ruznamədə yazmışıq. Hara dəyibdi bir-birinə? Farslar bizim cəngi təbliğatımızı görməyiblər. Bizim ekstra əməlimizi görməyiblər. Sadəcə öz şəhərimizdə bir şey eləmişik. Amma əgər biz duraq şeydə bunu televizyonun qabağında şaraq qısilli ilə vuraq. Televizyonda işləyirəm. Mən televizyonda fərzəliyini işləyirəm. Gedəm orada danışanda bir dənə qulağına qoyan televizyondan görüşə, o paslar getdi, ha ustandarı vurdu. Ona tay. Gedəm bir dənə qulağının dibindən vuram, gələm oturam yerimə. Sonra gedəm zindanıma çəkəm. İradı yoxdur. Amma dünya görsün ki, bizə etiraz edirik. Cəngirəbani bulardır. Və bəray bir vəhşət əndaqtəni düşmən o ra besutu miyaverər. Buna görə ki, düşməni qorxuya salasınız, onu yorursunuz. Onu besutu averən, yəni onu yorursunuz. Əl-əyaqdan salırsınız, nəfəsdən salırsınız. Bizim deyək, hər şey coç deyir, duraq bıraq. Bunu deyələr ki, coç deyəndə türklər vurur. Ququş kimdir, mumuş kimdir, o kimdir, bu kimdir, coç deyə, mən torkam özü coç deyə. Get bir dana qulağının dibindən vur, salonda yatsın, 100 min nəfərin qabağında vur, yatsın. Və deyilən ki, sənə mən icazə verməmişəm, türk olduğu üçün türkə coç deyəsən, türkə tohin eləyəsən. Tamam, bunu mən qurbanın olum. Ondan sonra deyilən ki, İnsaf Əli, mən filanı vurdum, mənim ayda evimin xərci bir belədir, vergəlsin, gedirəm zindana. İnsaf Əli, özün öldürər, sənin bu xərci o verir. Azərbaycan milləti, mən zindandaydım, məni saxlayıbdı, dostum. Azərbaycan millətinə xidmət eləsən, Azərbaycan milləti sənə qoymaz evində şey qalasan. Mən 2 il zindanda yatdım, mənim əhliyarım şah kimi geçindilər. Mən eşikdə olanda əhliyarım o gözəllikdə geçinmirlər. Azərbaycan milləti məni geçirdirirdi. Azərbaycan millətinə xidmət eləsən, türk millətinə xidmət eləsən, türk milləti dalında duracaqdır. Yoxsa yalandan durursan, hə, getdim traktora, 2 dənə orada şuar verdim, gəldim, məni pənahəndəliği qəbul edeyim. Nə, hesab da bilmirsən. Olmaz dostum. Hər şeyin bir Cəngirəbanini hər halda danışırıq. Və bedin tərtib iman və hər qune imkan təri nəqşi ra əzbəyi mi girər. Siz o zaman ki, düşməni yordunuz, onların həm imanların əllərindən alırsınız. Məsələn, bu gündən hər kəs gəlsə, şey yazsa, məsələn, bunu deyim. Mən illər Günaz TV-dən də dedim, yazdım da, ayrı zamanlarda hər yerdə danışmışam, bunu demişəm. Niyə Azərbaycanın hüquqdanları qanuni əsasının əleyhinə şikayət eləmirlər? Divan Ədalət İdarə hər yerə. Bir nəfər Urmiyə də durub gedib şikayət edibdi, qanunu değişdiribdi. Hər kəsdir, hər nədən ötürdü, sağ olsun.
Kürt də sağ olsun, Türkün əleyhinə gəlir çalışır, hətta Türkün əleyhinə də çalışır, sağ olsun. Çünki cəsarət edib gedib qanunu dəyişdirib ağa. Ağa biz nə mənəməsə danışırıq, heç birimiz, hamımız danışırıq, bir iş görmürük. Danışmayacaqsan. 10 dənə vəkil, bir dənə vəkil. Bir dənə ağa vəkil deyil, bir dənə vəkil tutacağım, mənə bir dənə namə yazıcı ilə mən bu adamı istəyirəm bu qanunun əleyhinə şikayət edəyəm Divan Ədalət İdarəyə. Mən Amuzluq Pərvərişin vəzirin planının əleyhinə şikayət. Daimən bir cürə şikayət əhli olaq. Biz radyo, televizyonda bu qanun yoxdur, bunu dadlığa çəkək. Niyə çəkmirik? Dəncirabani o da olar salırlar, biz burada təslim halətində oturmuşuq ki, qoyun kimi gözlürük, ha vaxt boynumuzu vuracaqlar. Gözlürük ki, bizə qoyunun qurbanlığı kəsməmişdən qabaq bir su verərlər, bir duz verərlər. Bizə də bir su verərlər, bir duz verərlər, sonra başımızı kəsərlər. Hər gün bizim başımızı baş kəsmək necür olar? Mən qətliamın mənasını dedim. Qətliam bu deyil ki, bizim tək və təkimizi gətirirlər, kəsələr. Qətliam budur ki, bizim canımızda bir qorxu yaradalar ki, biz haqqımıza görə, özümüzə layiq gördüyümüz şeylərə görə danışmayaq. Buna deyirlər. Əla biz qətliam olmuş bir millət. Çünki haqqımızdan danışamırıq. Bizim haqqımız yoxdur ki. Coş deyir, orada gedib bir şey deyəmir. Tohin edir, bir şey eləyəmir. Filmi düzəldir, bir şey eləyəmir. İstihdam eləmir, bir şey eləyəmirik. Təbrizdə türkü də idarələrin hamısı olub fars. Biz bir şey eləyəmirik. Yəni bu nə mənə? Hangi idarəyə getdik, gördük farsı danışırlar, orada gedib o müdürü vurduq. Hangi idarəyə girdik, gördük orada məsələn münşidir, filan da farsı danışır. Sən niyə burada farsı danışırsan? Dedik. Mənim toprağımda sən farsı danışanmasan, sənin burada müştərin fars deyil. Bura fars toprağı deyil. Hələ buna inanmamışıq ki, dostum. Biz hələ buna inanmamışıq. Azərbaycan fars deyil. Azərbaycan İran deyil. Buna inanmamışıq. Fikir bək, kilasıq biz əgər birin vursaq, kilaslıqdan gələrik. Əgər mən desəm türkəm, kilasım yenər əşayi. Əgər mənə desələr pan-türk, nə olar? Kaş mənə hər gün milyon dəfə deyələr pan-türk. Çünki mən ağa bir nəfər eşqin belə sevərlər də. Mən millətimi sevirəm, vətənimi də sevirəm. Pan-türk olun. İradı var. Pan-türk yəni türkün aşıqı. Mən türkün aşıqıyım. Desinlər. Niyə pan-fars birindən ayrıqanda olmurlar? Və niyə onlara pan-fars demirik? Bununla belə ki, onlar bizim tamam haqqımızı alırlar. Onlar bizim dilimizi qoymurlar. Amma onlara pan-fars demirlər. Bizə deyilə pan-türk. Niyə sən deyirsən mən dilim şey olsun? 21'e geldik. Bamidadan ademi hassas, şuur və heyecan mikonət. Deyir ki, adamlar səhər tezi olanda hassas olurlar, ehsası, şuur, heyecan yuxudan durubdur da, keyfi sazalıbdır. Der طول روز جریان وقت کند می شود. Amma günüz qutarmır, zaman getmir. Xüsusən savaş zamanlarında. Və şəpingam əfqar mütəvəccəhi keşvər mi şəvəd. Və gecədə olanda qeydirsiz xatirələrə, vətənə, dədiyə, nəniyə, arvada, uşağa, məşubiyə, başınız bunlara qatışır. از این رو خبرگان هنر نظامیگری هنگامی که دشمن پرشور و هیجان است از وی پرهیز میکنند. Deyir ki, o zaman ki düşmən çox həyəcanlıdır, onda ondan uzaqlaşır. Amma o zaman ki və hengami ki sost və zəif است, o zaman ki düşmən süstüdür, zəifdir, filandır, onda da və sərbazan dərd vətən darənd, onlar da düşüblər burada ki, arvadımız, uşağımız qalıblar orada. İndi məsələn Azərbaycanda Farsistandan gələnlər. Azərbaycanda %1 fars yoxdur, %1 fars yoxdur. Yəni bir dənə millətin %99'u fars, türkdür. O bir nəfər bunlara zor deyir. İdarədə dedim, mən vaqəən təəccüb edirəm bizim. Nə cür qeyrətli millət? Bizdən bir qeyrət millət var. O zaman ki, gecə olur, insanlar xiyallarına qeydirlər, xiyal dünyasına, aşığın istir, məşuqəsini istir, nəmənəsini istir. Onda bir onların zəif vaxtıdır, həmlə eləyəcəksən. Məna در اختیار داشتن عامل روحیه همین است. Bu ki amil ruhiyyə faktoru ya faktı sizin əlinizdə olsun. Yəni budur ki, yəni siz görəsiniz ki, sizin ruhiyyəsi hər zaman həmliyə hazırdır, düşmənin ruhiyyəsi hər zaman şikəstə hazırdır. 100. səhifənin 2-ci paragraf. Vəqti ki fərmandehi az ləhaz
نظم در بهترین وضع است، خبره جنگی منتظر دشمن نامنظم میماند. Amma əgər bir dənə fərmanda özü münəzzəmdir, vəzi də çox gözəldir, sərbazların əlində olan adamları hazırlayıbdır. Eyni məsələn bir də rəqs qrupu kimi. O uşaqların oynayanları, musiqi, hər şeyi hazırlayıbdır. Deyir ki, o bir dənə fərmandəyə bənzir şeyi neynir? Vaqəən də rəqs də bu cürdür, musiqi də bu cürdür. Bir dənə fərmanda orada əli ilə işarə edib, bir dənə orkestrindir, neçə nəfər olur olsun, ya bir dənə rəqs qrupu onun əli ilə oynayırlar. Bu o şeydir. Bu nəzmlə dərhal aramış bir intizar düşmən naaram inişinə. Burada gözlür ki, düşmən əvvələn nəzmi dəysin bir-birinə, ondan sonra gözlür ki, onların ki, nəzmdəydi, onu da həmlə eləsin. Və in məni də, o ki, dedik ki, və in məni dər ixtiyar daşdığına amil əqli است. Bu, amil əqli nədir? Amil əqli də budur ki, düşmənin zəəfi olan zamanın gözləyəsin. O zaman ki, düşmən Ərəbistana gedir, nə bilim, Türkmen səhraya hücum çəkir, ora gedir, ləşkərin aparır o üzə, Azərbaycan boşda Azərbaycanın idarələrini işğal edəcəksin. O zaman ki, Azərbaycana polis töküblər, ziddi şurist töküblər, paslar töküblər, bəsis töküblər, siz də çıxınızı rahimalığa, ən böyük iştibahdır. Çünki onda sən heç bir yeri ala bilməsin, çünki çox adam gəlibdir. Amma o zaman ki, gediblər bunlar Kürdistana, Loristana, Bəluçistana, Əl-Əhvaza, və ayrı yerlərə gediblər, onda sən şəhər polisdən boşalıbdır, ziddi şurişdən boşalıbdır, paslardan boşalıb, bəsiddən boşalıbdır. Onda nə edəcəksən? Şəhəri alacaqsın əlbə, idarələri getib alacaqsın əlbə. Çox bir adam lazım deyil. Səda-i Simai Təbrizə 50 nəfərə əl olma olur. Və bu gün, indi 50 nəfər çıxsın, keçsin radio televizyonu alar əlinə. 50 nəfər. Və kafidir ki, oradan deyək ki, bura Təbriz, Güney Azərbaycan Türk Cumhuriyyəti. Millət hamısı töküləcək xiyabana, qutuldu, idarələr qutardı, bağlandı. Çünki siz fikrin ki, məhərrəmlikdə Azərbaycan milləti töküləndə xiyabanda maşın gedə bilməz ki. Siz milləti bu cür töksəz xiyabana polis çıxa bilməz ki. آرامش و متانت سبب می شود که فرماندهان خبره زیر بار حوادث از پای در نیاید. آرامش یعنی tüməninəsi olmaq. Yəni əsəbani olmaq, istirabı olmamaq, əsəbani olmamaq, qorxmamaq. Bu sizə nə verər? Sizə bunu verər ki, düşmən hətta həmlə eləsə təslim olmayasınız. هون حسی adında bir mütəxəssis deyibdir ki, فرمانده ارتش 1 میلیونی که در برابر دشمن با درندخویی ببراسا قرار دارد و به تنهایی میبایست قدرت و آمریت خود را در مورد این ارتش اعمال کند، با منافع و مزاری که در هم آمیخته‌اند سر کار دارد. Bir dana fərmandeyi ki, 1 milyon nəfərə əslən iskəralda əlində alsın, işləsin. Əlbəttə, bilirik ki, qədim zamanlarda 1 milyon nəfər ola bilməzdi. Çünki ədəd yox idi. 1 milyonacan saymaq başarmazdılar. Əslən 1 milyon kəlməsi hər kitabda gəldi. Bunu bilin ki, bu kitabda əl aparıblar. Çünki milyon taza sözdür. Qədim zamanlarda 1 milyon yox idi. Hətta 500 min yox idi. Kurur deyirdilər daha. 1 kurur, 2 kurur, 5 kurur. Yəni, diqqət buyurun, o zaman ki, bir tarixi kitabda bir kəlmədən bilirik ki, burada əl aparıblar. Milyon sözü taza bir sözdür. Keçən 150 ilin, 200 ilin sözüdür. Çox qədim söz deyil. Və Latin sözdür. Latin sözdür. Yəni, bizim bölgənin sözü deyil. Bizim bölgədə kururdan yuxarı ədəd yoxdur. Olsa da mən bilmirəm. Kururdan sonra 1 kurur, 2 kurur, 10 kurur, 100 kurur. Yəni, beləsi deyilərdi. İndi milyon, milyard, trilyon, nə bilim nə mənə, bunların hamısı Avropadan gəlmədi, keçən 150 ildə gəlir. Və bizim də tanışlığımız yoxdur bu ədədlərlə. Ki, nədirlər, nə böyüklükdadırlar. Pəs əgər bir dana fərmandeyi, hətta 1 milyon nəfəri bir şeyin də fərmandeyi olasınız, deyir ki, bir düşmənə, düşmən də çox şeydir, qəddardır, farslar kimi. Hətta bu xanım Samitinin əlinə müsəlsəl versələr, 1 milyon türkü öldürər belə acımaz. Acımaz. İnanın acımaz.
Baxın, bəzi yalanları çıxadaq, kilişə düzəldiblər. Xanımların əlində hökumət olsaydı, qətlam eləməzdilər. Xanım da adamdır, kişi də adamdır. İttifaqən xanımların əlində qudrət olsaydı çox olur. Əgər bir dənə xanımın uşağını öldürəsizsə, nəslinizi qırıb qutarmasa getməz. Bu yalanlardan özümüzü qutaraq. Xanımlar mehribandırlar filandırlar, xanımlar mehribandırlar. Başlarına dolanım. Amma xanımın uşağının ayağına tikan batırsan, nəslini qırıb gedir. Və tarixdə biz görmüşük, hətta mən Şah Zamanı'nın filmlərindən biri gördüm, tarixi filmlərindən düzəltmişlər. Şah ölübdür, qızları istəyirlər gələlər, oğlu da yoxdur, qızları istəyirlər təxtdə otururlar. Bir-birlərini necə boğurlar. Hətta birini o filmdə oynamışlar, hamamın suyun qeynədir, bacınız qoyurlar hamama, hamamda isti suda bunu bişirir. Elə bir dənə toyuğu qosalmış qeynər suya bişirirsiniz. Bunların hamısı sözdür ki, xanım da adamdır hər halda. İntiqam alar. Savaşanda Aung San Suu Kyi Bermənin haraydı o Bermədi hədaf şeylər. Bermənin human right aktivisti, insan haqları fəalı rəis cümhur olandan sonra müsəlmanları qətlam elədi orada. Yəni, qətlamlar, adam öldürmək buna bağlı deyil ki, bu xanım da ağadır, xanım olsaydı öldürməzdi. Bu o kilişələrdəndir, brainwashlardandır ki, bizim zehnimizə yerlədirirlər. Təbiətən xanımlar indi çox məzlumdurlar. Kişilər xanımların tamam həqlərini əllərindən alıblar. O cümlədən xanımlar əslən icazə verilmiş özlərini görsəsinlər. Deyir ki, əgər belə bir düşmənin qabağında ola və istəyə təhcanına özünün əmrində olan o 1 milyon nəfəri saxlaya və o düşmənin qabağında dura ki, Bəbri kimi buna həmlə eləyəcəkdir. Bəbrə quya bars deyirlər türkçədə. Belə eşitmiş yox, bilmirəm. Yəni mənim o qədər bu haqda şeyim yoxdur. Deyir ki, bu adam o savaşın, zərəlin, ziyanın, hər şeyin, xeyrin salar çıxar. Hesab elər. Bunu qabaqcan demişdik, hesab elərdən. این فرمانده در برابر تغییرات بیشماری که پدید میآید محتاط و منعطف بوده و کلیه امکانات را در ذهن خود حاضر داشته باشد. Deyir ki, bu fərmandehin hər şey üçün muhtatdır. Nədir olacaqdır? Məsələn, düşməndən bir şeylər dəyişilir, nə olur? Məndə bir şeylər dəyişsə nə olur? Ərz eləyim ki, imkanatımız azalıb çoxalsa nə olur? Onun imkanatı azalıb çoxalırsa, bunları deyir, həmişə zehnində bunlar var. Bilir və bunları mühasibəsində qoyur. İndi o adamın işi tancı getdi. Mənim, məsələn, tancım, mənə 2 tancı gəldi. Onun 2 tancı getdi, dəyişdi. Mən indi neyin əməliyəm, mənə nə təsir qoyar? Onun bir fərmandehi öldü, 100 sərbazı tutuldu. Mənim, məsələn, mənə də 100 nəfər sərbaz kömək gəldi. Bunlar, məsələn, düşmənin tərəfində yağış gəldi, qar gəldi, yer xərab oldu, mənim tərəfim quraqlıqdır hələ. Sel gəldi, düşmənlə mənim arama, ya düşmənin tərəfinə sel gəldi, bunun çadırların, yataq yerlərini götürdü, apardı, səngərlərini doldurdu. Bunlar imkanlardır ki, bu fərmandeh gərək nəzərə ala, fikrində tutar. جز در صورتی که فرمانده دلی استوار و قضاوتی روشن داشته باشد چگونه میتوان بدون از دست دادن عقل و هوش خود با اوضاع و احوال مقابله کند. Deyir, əgər əqli huşun fərmandehin yerində olmasa düz təsmin tuta bilməz. Vaqiiyyət budur. Biz keçən 20 ildə Xatəmi dövründən bu günə qədər 2-3 dənə bizə İranda böyük hadisə olubdu və bizim ağıllarımız bilmədikləri üçün Cəngirəvanini və Nizamini bundan istifadə eləməyiblər. 2 dənə fars orada burada danışmaqla, 2 dənə Azəri brainwash olmuş adam danışmaqla biz əgər indi çıxsaq xiyabana pəhləvicilər gələr işizdə. Hamımız pıs getmişik evə. Düşmənə bir fürsət vermişik ki, ərəbləri, bəluçları yıxa, o birisi millətləri Tehranı bastıra. Biz də burada şəhərdə oturmuşuq, gözləmişik farslar şey olsunlar, piruz olsunlar, zəfər qazansınlar və biz də burada oturaq deyək ki, mənə fərq eləmədi. Niyə fərq eləmədi? Sənin düşmənin gücləndi. Sən o zaman ki, o Fars Tehranda, İsfahanda, Şirazda, nə bilim, Kaşanda, Kərətdə, Semnanda, İsfahanda,
Əl-Əhvazda başı qatışıq idi və niruları orada idi, gücü orada idi, polisi orada idi, silahı orada idi. Ya buradakılar azalmışdılar, qorxu düşmüşdülər, amadabaşlı idilər, yuxusuz idilər. Sən gedib şəhəri ola bilərdin, azad eləyə bilərdin. 50 nəfər bu şəhəri azad eləyə bilər. Fikirləyin, pişiləməyin pişəbəri dövründə pişəbəri müsəlləh gəldi, padğanları zaddalardı. Yox. 2 dana idarəni aldı, ərtəşə dedi təslim olun, ərtəş təslim oldu. Ya bu cür deyil. Biz tüm bilmirik, nizamilik nədir, strateji nədir, taktik nədir, düşmənin zəəfi ha vaxtı, qüvvəti ha vaxtı, ha zaman bunun zəəfindən biz istifadə edib öz qüdrətimizi iş üstə gətirə bilərik, uduzuruq. Biz daimən uduzmuqlarımız bilməmağımızın üzündədir. و بی سرگردانی ها کار را منظم نماید و به هنگام برخورد با دشواری های مهم غیر منتظره دستپاچه نشود. O zaman ki bir dana bir ittifaqla düşdü, bu onu gözləmirdi. Ona bir təyyara gəldi məsələn. Məsələn şəriət medariyə Xumeyni deyibdi ki, əvvəl Təbrizi bombaran edirəm. Şəriət medari deyib, tamam biz Azərbaycandan keçdik. Xudmuxtaridən keçdik. O zaman xudmuxtari sözü var idi. Xudmuxtarlıqdan keçdik. Siz buyurun məni də tutun, aparın şəhri ki, keçən günlər cəhənnəmə getdi, o vursun məni. Bir millətin qabağında Ayıfla şəriət medarini vurdular televizyonda və əgər iştibah eləməşəm televizyonda vurdular. Bəlkə də bir ayrı yerdə. Mən hər halda belə bir gözümdə bir təsvir var. Bilmirəm, indi şək edirəm özümlə. O zaman da sinnim biraz kiçik idi. Mənim 13-14 yaşım var idi. Bəlkə zehnim. Amma belə zehnimə gəlişi Rey şəhri Dadistan idi və Ayətullah şəriət medarini silliyinə vurdu. Və bir dana millət bir dana sillidən getdi yatdı. Bir dana silli bir nəfərə vurdular, bir millət yatdı. Belə bir millətin başına deyir ki, biz görsək və hətta başımıza bəla da gəlsə, o bəlada qorxmayaq və məntiqi düşünək. Elmi düşünək. Cəngi rəvaninin taktiklərini bilək. Ağlımızı da işlədək. İndi hangi fürsətdir biz düşməni yıxaq. En son paragraf 100. səhifədən. Fermanده خبره نزدیک عرصه کارزار به انتظار دشمن می نشیند. Pəs siz o zaman ki istəyirsiniz yavaş-yavaş savaşa hazır olursunuz, düşmənin hərəkətlərini göz altında tutursunuz. Mən bunu qabaqcın dedim. Məsələn, bizim tamam pastorların ki məhəlləmizdə var. Bunların ailələri kimlərdir? Qızı var, oğlu var, nənəsi var, dədəsi var, evləri hardadır, ha zaman gəlir, ha zaman gedir, harda işləyir. Bunların hamısını bilməliyik. Məsələn, bunların evlərini kağız salırıq gecə. Biz bilirik, sən bəsirsən, sən pastorsan, sən bunu yerdə işləyirsən. Sənin evin buradadır, əhliyalların bunlardılar. Sən bizim əleyhimizə işləsən, sənin əhliyalın, evin, hər şeyin, davalın, yoxun xətərdədir. Vaqəən də bu cümlədir. Yəni, necə olar ki, bir nəfər bizim şəhərdə otura, bizim üstümüzə silah çəkə, bizi vura, bizi şikəncə eləyə, amma həmsayamızlıqda da evi olar. Yəni, bundan böyük belə şey olar. Və az dur fərə mirəsəd və dərhal istirahət müntəzir düşməni ist və o zaman da ki, hətta istirahət edir, düşməni gözlür ki, xəstə və az hal rəfdə است. Düşməni gözlür ki, yorulsun. Siz daimən bir işlər görürsünüz, düşməni yorasınız. Zəncirəvanidir bu. Və həmrah ba ləşkəriyanı ki, be xubi təqziyə şudə ənd, müntəzir ləşkəri qorasını است. Və öz ləşkərini də yaxşı yedirdir və müntəzirdir ki, o ləşkər ki, acdır. İndi fikirlərim ki, siz xiyabanda çıxmışsınız rahpeymalığa, minlər nəfər, 10 minlər nəfər, 100 milyon, 1 milyon adam çıxmışsınız xiyabana, sərbazlar, o yazıq sərbazlar, o kadr nizami gəliblər xiyabanda bilmirlər, ağaç susuz, yuxusuz, gecə günüz orada qalıblar bir həftə. Bunlar əslində, bunlar savaşmaq gücü yoxdur. Və dedim, əgər bunların siz dedənənəsinə misal deyəsiniz ki, sənin oğlun sərbazdır, ya əfsərdir, ya fərmandədir filan yerdə. Sən ona deyəcəksən ki, bizə bir şey olsa, bizim millətimizə dəstur versə, səni biz burada sizi məhəllədə barındırmarıq. منتظر لشکر گذاشته در اختیار داشتن عامل شرایط مادی به این معنی است. شرایط مادی də budur ki, biz görürük ki, düşmənin vəziyyətinə baxırıq. O düşmən silahı var, yoxdur, nələri var, nələri yoxdur, mövqeyiyyəti hardadır, nə yeyir, nə içir, yuxusuzdur, yuxusludur, acdır, toxdur, bunların hamısını bilirik və onun üstündə həmlə edirik.
متخصصان هنر نظامیگری به دشمنی که با بیرق‌های مرتب پیش می‌آیند حمله نمی‌کنند. اگر sizin düşməniniz hazırlaşıbdır, siz də indi Əl-Əhvaza həmlə elədi, Bəluçistana, İsfahana, Şiraza, Tehrana, Kərəcə, Kaşana, hər yerə həmlə elədi. Siz oturdunuz, indi onlar gedib yıxılıbdır, ruhiyyəsi də düzəlibdir, indi qeydi pulu da var, hüququnu da alıbdır, yemağını da var, paltarını da alıb, hər şeyin məzayasını alıbdır, gəlib oturubdur, ruhiyyəsi güclü, sən deyəcək, mən dururam inqilab edeyim. Durma, lütfen yat. Çünkü o hazırdır, səni vuracaq. Onun ruhiyyəsi, ona pul da veriblər, adam öldüğü üçün ona caizə veriblər. İndi onun ruhiyyəsi çox yuxarıdır. Onun ruhiyyəsi çox-çox yuxarıdır. Sən onu vuranmasın. Yat. Sən düşmənə o zaman vurarsan ki, düşmən bir ayrı yerdən savaşır. Dünyanın hər yerində qaidə budur. Dünyanın Amerika kimi böyük məmləkət, Rusiya kimi böyük məmləkət, Ukrayna kimi kiçik məmləkətlə Rusiya təhcanına savaşmır. Dövlətdir Rusiya, əbərqüdrətdir. 5 bərabər Amerikadan böyük torpağı var, iqtisadı da güclü dövlətdir. Amma təhcanına şeylə savaşmır. Ukrayna. Belarusu da yanında tutubdu, şeyi de yanında, İran'ı da yanında tutubdu, bazı ayrı məmləkətlərdə yanında, Çeçeni de yanında tutubdu, nə bilə falan da yanında tutubdu. و به دشمنی هم که تشکیلاتشان واجد نظمی چشم گیره است هجوم نمیبرن. Düşməni dedim, əgər təşkilatınızda hər şey düzdür, gəlibdir, ona da həmlə eləməyin. Çünki uduzarsınız. Amil موقعیت و فرصت را در اختیار داشتن به این معنی موقعیت و فرصت amili mühümdür. Burada indi amillərdən həm rəvani, həm fiziki danışır ona görə. İndi deyir ki, bu cür əgər gördünüz ki, موقعیت o əgər bir üstün موقعیətdədir ruhiyyəsi, silahı, təşkilatı, getməyin dalısın. Amma əgər ərəblər, bəluçlar, türkmənlər, farslar özləri tökülüblər xiyabanlara, onlar da bunların da 400 min sərbazı, ərteşi, pasları, nəmənəsi var, gediblər onların dalısıcan. Hər şəhərə 10 min nəfər yetişmirsə, sən çıxıb şəhri azad eləyə bilərsən. Pəs, بنای هنر فرماندهی بر این است که وقتی دشمن مواضع بالایی را اشغال کرده است با وی مقابله نشود و زمانی که به تپه متکی است در مقابل وی قرار نگیرد. Deyir, pəs fərmandehliğin bir əsası budur. O zaman ki, düşmən uca bir yerdədir, yuxarı bir yerdədir, təpədədir, dağdadır. Deyir, ona həmlə eləməyin. Çünki siz ora çıxınca yorulacaqsınız, üzü yuxarısınız, o ilə daş atsa siz yıxılarsınız. Yəni, diqqət edin ki, düşmən gərək zəif bir vəziyyətdə olur. Hengami düşmən təzahür və fərar mikənd və ira təqib nəkonid. O zaman ki, düşmən yalandan qaçır, onda getməyin. Biz şəhərdə, məsələn, yalandan qaçırıq, polis gəlir, əlbəttə biz doğrudan qaçırıq, polis bizim dalımıza gəlir, 10 dana, 15 dana bəsici, motorlu gəlirlər dalımızdan, biz qaçırıq. Əgər yalandan qaçsaq, onları saldıq ortaya, çönərək tutarıq, hər dörd tərəfdən bunu mühasirə edərək, tutarıq silahlarını, allıq əlinə, 10 dana bizim əlimizdə silah var, 10 dana doların əlində, 50 dana doların əlində. Onlar 50 nəfər vursalar, bizə 10 nəfər vurarıq. Tamam, bu tarihdə getdi, savaşmasın. Şəhərdə, çünki o polis istəmir, o istəyir axşam getsin xanımının yanına, uşağının yanına, nəvəsinin yanına. O istəmir öyle. Ama sənin vətənindir, sən vətəndən difa edirsən. Və sütunhay nöqbə-i düşmən həmlədən nümayir. Düşmənin əsli gücünə ki, çox tərbiyyət olublar, onlara həmlə eləmir. Məsələn, Əraqla İran savaşında Səddam Hüseynin qardə deyirlər riyasət cumhuri. Ona getmir. Şah zamanı, məsələn, qardə Cavidan. Məsələn, ona getmir. Çünki bunlar bir nüxbəllər, bunları seçiblər, bunlara çox təlim tərbiyyət veriblər, bunlara hüquq, məzaya çoxdur, bunlar bir şey üçün savaşa bilərlər. خود را حریصانه بر روی طعمه هایی که به شما عرضه می شود نیفکنید. Özünüzü hırsla. Hırs iki mənası var. Bir əsəbanlıq, əsəbani olmaq ərəbcədir. Onun bizdə hırsıdır. Bir də tamah. Tamah ərəbcədə onun türkçəsində yenə hırsıdır. Deyir ki, hırsla onlar bir tövmə atıblar, yəni bir şeylər atıblar sizə. Onların dalısından gedib düşməyin tora. Dostlar, zahirən ki, mən istədim bir cümləni də oxuyaq ki, qalsın sabaha. رساله سه استراتژی میگوید در زیر طعمه پرزرگ و برق و خوش‌طعم مسلماً ماهی‌ای که با گلاب سیر شده نهفته است. Deyir ki, bir dana sizə tövmə qoyublar, balığı salanda suya bir şey atırlar. Deyir, onun o ət ki atmışsınız balıq tutsun, o qurt ki atmışsınız balıq, onun dalısına bir dana
dəmir var ki, sizi tutacaq, çəkəcəkdir. Sağ olun dostlar, burada qurtardı vaxtımız.